Mən Şəhriyar Kəlbəcərli, Başlıbel rayonunun sənət incilərindənəm. Bütün Kəlbəcərlilərimizi salamlayıram. Hər biriniz xoş gəlmişsiniz. Yelmar müəllim olmaqla bütün qonaqları bir daha salamlayıram. Gün o gün olsun ki, gözəl, dəyərli tədbirlərimizi elə doğma Kəlbəcərimizdə keçirmək nəsib olsun hər birimizə. Var olsun, Kəlbəcər birliyi var olsun. Bu birliyimizi Allah bizə çox görməsin. Bir gözəl saz havası ilə, baş sartı ilə sizləri feyziyab edərik inşallah. Var olun. Görənləri valeh edən səfasıydı Kəlbəcərin. Hər daşı qartal oylağı yuvasıydı Kəlbəcərin. Çəmən xalı gəz üstündə, kebab hazır köz üstündə. Qonaqları bax bir göz üstündə vəfasıydı Kəlbəcərin. Aman naşı necə dərdin, o gülləri yerə sərdin. Hər çiçəyi neçə dərdin, hər çiçəyi neçə dərdin, dəvasıydı Kəlbəcərin. Qalmayıbdı canımda can, soruş bu mən, o sən, o da Loğman. Kamili cavan saxlayan, Kamil təbib, Kamili cavan saxlayan havasıydı Kəlbəcərin, havasıydı Kəlbəcərin. Şər qarışdı, axşam düşdü. Evimdə yata bilmədim. Arğın yorğun yol gəlmişdim, evimdə yata bilmədim. İllərdir ki həsrət çəkən, dam daşına qubar çökən, atan tikən, düşmən sökən, Allah evimdə yata bilmədim. Sərin sərin yuxum gəldi, yeri sərin yuxum gəldi, elə şirin yuxum gəldi, Allah evimdə yata bilmədim. Gözlərindən minah dərən, yuxularım pərən pərən, xatirələrim uşaqlıq çağlarım bar verən, evimdə yata bilmədim. Arzuma çatıb dincəldim, arzuma çatıb dincəldim, başımı qatıb dincəldim.
Of, çöllərdə yatıb dincəldim, Allah, evimdə yata bilmədim. Evimdə yata bilmədim. Namik Dəldağlı. Çox sağ olasınız Şəhriyar. Sözü verirəm Azərbaycan Yazıçılar Birliyinin üzvü, elə bayaq şeirini dediyin Namik Dəldağlıya. Namik Dəldağlı Kəlbəcər dərdindən o qədər qələmə alıbdır ki, demək olar ki, o dərdlər hamısı Namik Dəldağlının qəlbində, ürəyindədir. Namik müəllim, buyur.